Qəbul suallarına baxaq. Deməli, birinci qrup 2 iyun 2024-cü il qəbul sualına baxaq. Təzə meyvə qurudulduqda öz kütləsinin 82%-ni itirir. X götürək təzə meyvənin çəkisini və 82%-ni itirirsə X-in 82%-ni çıxaq. Bərabərdir neçə kiloqram quru meyvə alınır? 27 kiloqram. %100-dən %82 çıxanda %18 X bərabərdir 27-yə. 9 xəsar gedəndə 2, burada 3, burada da 50. X bərabər olur 150 kiloqram. Bizdən də meyvənin çəkisini istəyirdi. Bunu başqa cür də eləmək olar, tənasüblə. Deməli, deyir ki, təzə meyvə. Tutaq ki, deməli, təzə meyvə X kiloqram götürmüşəm. Bu ilk başda 100%-dir. İndi alınıb 27 kiloqrama düşüb. Bu isə neçə faizdir? 82%-ni itirirsə, aydın məsələdir ki, alınan meyvə olacaq 18%. Bizdən də burada X istəyirdi. 27-ni vurub 100-ə bölsək 18-ə. Yəni eyni cavabı almış olaraq. Növbəti sualımıza baxaq. İkinci sualda deyir ki, bizə A bərabərdir 5-ə və B bərabərdir 3n plus 6, C bərabərdir 6n çıx 4 ardıcıl cüt natural ədədlərdir. Əgər bunlar ardıcıl cüt natural ədədlərdirsə, bunlarda eyni dəyişənlər var. A-dan C-yə bilirik ki, ardıcıl cüt natural ədədlərdirsə, ardıcıl şəkildə gedirsə, deməli C çıxılsın A-nın fərqi 4-dür. Çünki cüt ədədlər 2-2 gedir. C-dən B-yə 2, A-dan B-yə 2, B-dən də C-yə 2. Onda bunlar arasında C ilə A-nın arasındakı fərq 4-dür. 6n çıx 4 çıx 5n bərabərdir 4-ə. N bərabər alarıq 4 plus 4 8. N 8 alınandan sonra onda A bərabər olacaq 5 vur 8 40. B bərabər olacaq. Deməli, B 42 olacaq, aydın məsələ ki, ardıcıldırsa, B-nin 42 olması üçün 3n plus 6 bərabərdir 42-yə, 3n bərabərdir 36-ya, M də bərabər nə alınacaq? 12. M-i də 12 tapdıq. Bizdən də bu ədədlərin əkobunu istəyir. Əkob 8, 12 bərabərdir. 8-ə də 12-yə də bölünən ədəd 24. Olacaq cavabımız 24 Y variantı.